gündə bitən tualet təlimi part 1. Doğrudan 3 günə bitdi deyənlərə bəli. Dediyim hazırlıqları etsəniz 3 günə tualet təlimini bitirəcəksiniz. Bəs uşağın hazır olduğunu necə bilərik? Əgər uşaq bezi uzun müddət quru qalırsa. İkincisi, uşaq kakasını gizlənərək edirsə, pərdənin arxasına gizlənib edirsə, tualetdə marağı varsa, ona maraqlıdırsa artıq, tualetdə etmək istəyirsə, dördüncüsü də artıq bez taxmaq istəmirsə, bez onu incidirsə, bu daha çox oğlan uşaqlarında olur. Tualet təliminə başlamazdan öncəki hazırlıqlar haqqında danışmaq istəyirəm. Biz oyunlar oynadıq. Uşağın sevdiyi hər hansı bir oyuncaq götürürük və deyirik ki, artıq ayının çişi gəldi. Ayını aparırıq tualetə, təkrardan gətirib oyun oynamağa davam edirik. İkincisi, bu gördüyünüz qarşoku aldıq. Bu qarşok həm səsli, həm də salfetka üçün yeri olduğuna görə uşaqların marağını daha çox cəlb eləyir və əsla tualetdən qırağa çıxartmadı. Ara sıra təklif etdik ki, bax sənin də balaca tualetin var, istəsən orada otura bilərsən, çişini edə bilərsən və onu cəsarətləndirdik təbii ki. Və üçüncüsü, ara sıra bu aldığımız tualetdə otuzdurduq və təliminə başlamadan öncə. Bu mənim etdiyim hazırlıqlardır. Tualet təlimi haqqında nələr etmişəm onu bilmək istəyirsinizsə, part 2-ni gözləyin.